Əbülfəz bəy, indi bu vəzi siz nədir görürsünüz? Bu vəziyyət ki, burada bu yaranır. Gələcək, indiki vəzini və gələcəkdə nə eləməlisiniz? Böyle məsələni biz bir neçə yerdən baxa bilərik. Birinci baxışımız belədir ki, seridə gedən bu demokratik hərəkat bir neçə əyalətlərə və yaxud deyək ki, respublikalara şamil ediləndə bunların hamısında bölgə-bölgə müxtəlifliyi var. Sən Pribaltikada şərait tamamilə başqadır, Baltikyan ölkələrdə. Yəni, Baltikyan ölkələrdə hər hansı bir hadisə olanda bütün Avropa müdafiə edilir. Bütün Avropa müdafiə edilir, hər hansı balaca bir hadisə olanda o saat onun qarşısını almağa çalışır. Əlbəttə, bir Latviya xalq hərəkatı edilir. Litva xalq hərəkatının demək, mövqeyi tamam başqa olabilir. Zaqafqaziyada başqa cürdür, Qafqaz ölkəsində, Qafqaz ümumiyyətlə və Orta Asiyada tamam başqa cürdür. Məsələn, deyək, Qazaxıstanda qırğın oldu, Avropada bir-iki yerdə sözü oldu. Bu söhbət görülmədi çox. Bilinmədi nə qədər adam öldü, necə öldü, nə tərəfə falan. Nə var? Bir dənə katibin dəyişilməsi olur. Bu katib əgər xalq istəmirsə, nə üçün üstə adam öldürülməlidir? Bu katibi üstələ başqa katib qoyulur. Böyüdür ki, Komünist Partiyasının əsas siyasəti odur ki, milli kadr. Milli kadr varsa özündə, Pınayevdən sonra bir başqa milli kadr. Əgər bu 70 ildə də milli kadr yetişdirilməyibsə, onda nə ilə məşğul olmuşdur? Deyək, biz milli kadr yetişdirmişik. Yetişdirmişsə, və nə cür oldu ki, orusu qoydular, sonra da çıxartdılar, yerinə gəldi demək qazaq oldu. Demək, bu şeyi vaxtdan eləmək olar. Ancaq burada, demək, Moskvanın özünün öz siyasəti var, o şərq üzrə siyasət aparanlar başlayırlar var. Sonra gəldi Azərbaycan məsələsinin. Azərbaycan məsələsində adicə bir katibi, rayon katibi, məsələn, Lənkəran rayonun katibi və yaxud Cəlilabad rayonun katibi çıxarılanda hökumət tamamilə əleyhinə getdi və milis tökdü, qoşun tökdü, o cəmaatı öldürdü, tutturdu, həbs elədi. Amma, məsələn, Volqograd kimi Rusiyanın böyük şəhərlərində cəmaat yoxşurdu, çadır çıxsın, çadırı çıxarırdılar. Gördülər ki, bu özü demokratik hərəkat. Azərbaycanda olanda buna deyildilər, dövlət çevrilişidir. Bunlar artıq qiyam eləyiblər. Amma Rusiyada olanda deyildilər ki, bu demokratik hərəkatdır, çadır çıxarılır, yenisi qoyulur və yaxud heç qoyulur. Və buna görə də məsələni ümumi seri üzrə götürəndə eyni xəttindən baxmaq olmaz. Hər regiona özünə ayrı-ayrı baxmaq lazımdır. Hətta Qafqazı belə götürəndə, Qafqaz ki, özü təcrid olur, Qafqazda da yenə müxtəlifdir. Gürcülərə münasibət bir cürdür, ermənilərə münasibət başqa cürdür, Azərbaycanlılara, türklərə münasibət başqa cürdür, respublikalara münasibətlərdə. Və bu serinin tarixən qurulduğu mövcudiyyətdir. Hər respublika ilə məhdud olan ayrıca Moskvada institutu var. Onlar nə cür deyirlərsə, o cürdə hərəkət edilir. Yəni, vahid siyasət proqramı yoxdur. Hətta hər respublikanın özünün daxilində daxili siyasətlər qurulur. Məsələn, deyək ki, Azərbaycanda Dövlət Təhlükəsizlik Komitəsi tapşırılır ki, bu şeyin qarşısı alınsın və arada çaxnaşma salınır. Və Qarabağ məsələsinin özünü də Moskvada uydurma şəkildə çıxartdılar ki, Ermənistanda, Azərbaycanda gedən demokratik hərəkatın boxsundur. O, Ermənistandaşılara dedilər ki, ermənilərə dedilər ki, bax, Qarabağı verəcəyik sizə, Azərbaycanlara dedilər ki, vermirik. Belə qaldı ortada, həm Azərbaycan hərəkatı istiqamətini çevirdi bir hadisiyə, həm də Ermənistan hərəkatı. Və güya ki, bunlar qabaqdan dedilər ki, 140 min erməni Dağlıq Qarabağda pis yaşayır, onun vəziyyətini yaxşılaşdırmaq üçün bu işlər atılmalıdır, bardımlar. İqtisadi əlaqə, bu, oradan Berkən getdi, bilirsiniz, Fransada çıxış elədi ki, iqtisadi cəhətdən bu yaxındır, bunların vəziyyəti pisdir. Halbuki, orada yaşayan ermənilərin vəziyyəti, orada yaşayan Azərbaycanların vəziyyətindən yaxşı idi. Bunu da qoyuram kənara. Provokasyondur da. Bəli, provokasyondur. Əgər provokasyon deyilsə, yaxşı canım, sən burada 140 min erməninin həyatını yaxşılaşdırmaq istəyirdin. Nəticəsini neynədin? 200 min Azərbaycanlını dərgin elədin torpağından ac-yalavac qaldı çöllərdə. Bu 140 mini müdafiə edirdin, 200 mini ac-yalavac töküldü çölə. Və buradan da bir 300 mində erməni buradan çıxdı, Bakıdan ya da bu da dağıldı bir-birinə. Və belə bir iş görmək istəyirdim. Bəs bu xeyir görünürsə, insanların qeydinə qalmaq istəyirsə, və bu 500 min adamlar çöllərə dağıldı,
ac qaldı, yalavac qaldı. Burada nə məqsəd var? Demək, yenə də həmin o qaçqınlar yaddan çıxıb, o 200 min Azərbaycan qaçqını, sonra 60-70 min misxet türkçü deyirik, Haska türkçüləri Orta Asiyadan gəldi. Bunlar yaddan çıxıb. Yenə Qarabağ məsələsi var. Yenə güya ki, orada 140 min erməninin vəziyyətidir. Yəni, bunların hamısı o provokasyon məsələdir. Gürcüstana indi əl atırdılar. Gürcüstana əl atırdılar, nə inədirlər? İlk öncə orada bir 600 min Azərbaycanlı yaşayır. Moskvadan qızışdırdılar ki, Azərbaycanlılar muxtariyyət tələb eləsinlər Gürcüstanda. Biz getdik dedik ki, lazım deyil. Gürcüstanda yaşayırsınız, bu muxtariyyət məsələsi, provokasiya məsələsidir. Bu işlə məşğul olmayın. Bunu biz barışdırdıq. Gördülər ki, Moskva gördü ki, bu alınmadı. Götürdü bu dəfə Osetiyanı elədi. Abxazları elədi. Demək, harada zəif bir yer tapırlarsa, oranı yandırırlar, alışdırırlar. Bunu da qoyuruq kənara. Sizin mənə elə gəlir ki, eşitmiş olarsınız. Özbəkistanda misxet türkləri deyilən Axska türkləri ilə Özbək türkləri arasında ədavət saldılar. İlk öncə hələ bilmədilər nədir, yəni o məsələni yaxşı öyrənməmişlər. Hətta qəzetlərin biri yazdı ki, burada sünni-şiə davası gedib. Sonra aydın oldu ki, misxet türkləri də sünnüdülər. Özbəklər də sünnüdülər. Burada sünni-şiə davası ola bilməz. Yəni bunun hamısı Moskvanın qurduğu provokasyon. Sonra qırğızlarla Qazaxların, qırğızların özbəklərin arasının Oş məsələsini, qırğınları yaradılar. Bunların hamısını Moskva törədir. Bunların hamısını Moskvanın dövlət təhlükəsiz komitələri yaradır. Ölkədə çaxnaşmalar, ölkədə demokratik hərəkətləri boğmaq üçün və dünyaya inandırmaq üçün ki, bunlar hələ vəhşidirlər, bunlara demokratiya düşmür, bunlar demokratik mübarizəni bilmirlər, bunlar adam öldürürlər və bunu qızışdırırlar. Bu gün siz özünüz televizora tez-tez yəqin baxarsınız. Asetiyada qızışdırırlar. Bir gün deyirlər, gürcülərdən çox öldü, onları televizorda göstərirlər. Bir gün asetinləri göstərirlər ki, bunlardan ölübdür. Və beləliklə də asetinlərlə gürcülər arasında ədavəti daha da dərinləşdirilir. Ki, ora özlərinin əlini keçirmək üçün imkan olsun. Və ona görə də görürsünüz, indi Cənubi Asetiyanı gəlib Rus ordunu göndəriblər, keçiriblər Moskvanın ixtiyarını. Lazım gələndə də desinlər burada prezident üsul idarəsi, dominion, nə bilim, nə istəsələr onu yaratsınlar. Və bunların hamısı serinin, daxili siyasətinin bir tərəfli və qatışıq olması ilə bağlıdır. Bu, demək, düzgün, siyasi, demokratik mübarizə aparmaq qaydalarını pozmaq üçündür. Dünya göstərsinlər ki, biz demokratiyanı inkişaf elətdiririk, Amerika, İngiltərə desin ki, biz demokratik bir ölkə ilə danışırıq, burada demokratiya gedir. Bu tərəfdən isə içəridə nə bilirlər, onu edirlər. Buna görə də biz məsələni bu cür qiymətləndiririk ki, bu proses hələ uzun getməlidir. Yəni, seridə, həm Rusiyada, həm Ukraynada, həm Belarusiyada bütün hərəkatlar qalxmalıdır. O hədlər, psixoloji hədlər addım-addım demək keçilməlidir. Mən Kolun o Litva haqqında bir sözünü burada tez-tez təkrarlayacağım ki, Litva biraz tələsdi. 100 addımla gedəcək yolu 10 addımda getmək istədi. Yaxşı olardı ki, 10 addımda getdiyi yolu 100 addıma gedir. Yəni, yavaş-yavaş. Bunu Almanlar, Avropa yaxşı bilir. Sovet hökumətini yavaş-yavaş, eskalasiya ilə. Qabaqcadan da Kissinger bunu demişdi, neçə il bundan qabaq. Ki, Sovet hökuməti birdən-birə o şeyləri keçmək olmaz. Gərək pillə-pillə, eskalasiya ilə gedilsin ki, bunlar həm öyrəşilsin, həm vərdiş yaradılsın. Birdən-birə də olmaz. Sovet dövlətləri tarixən belə qurulur. Zor olan yerdə geri çəkilir. Gördü ki, zorluq çatmır, geri çəkilir. Sovet dövləti həmişə xırda xalqları qurur. Böyük dövlətlərlə üzrə gələn kimi oturduğu yerində. Yəni, bu sistem elədir, bu sistemin quruluşu elədir ki, kiçik dövlətləri, kiçik balıqları udmaq. Bir balina kimidir. Kiçikləri udur, böyükləri isə geri qaytarır. Bunun sistemi bu cürdür, əqidəsi bu cürdür. Bunu hətta 20-ci ildə bir Dumanın keçmiş üzvlərindən birisi Ağ Qvardiyaçı özü Yudeniçə deyil. Deyib ki, qırmızılar qələbə çalacaqlar və bütün təzələnən imperiyanı bərpa edəcəklər. O yerə qədər ki, güclü xalqlarla üz-üzə gələnə qədər, güclü xalqların üz-üzə gələndə dayanacaqlar. Və belə də oldu. Çinindən birinci əl çəkdilər, Rusiyadan birinci əl çəkdilər, güclü xalqlardır. Amma xırda xalqların hələ ki, əl çəkdilər. Bugün isə iş dəyişilir ona görə ki, bugün Rusiyanın, Ukraynanın və Belarusiyanın özündə demokratik hərəkət qalxıbdır. Daha bunu, demək, Sovet hökuməti xırda xalqların üstünə qoyub onları əzə bilməz. Bu hərəkət gərək köhlü getsin, bütün seri üzrə
bu 300 milyona yaxın millətlərin özünün içərisində getsin. O zaman da şəksiz ki, Azərbaycan hərəkatı da yəqin ki, qələbə çalacaqdır. Biz buna tam inanırıq və bilirik ki, Azərbaycan müstəqil olacaqdır. Bizim mübarizəmiz Azərbaycanı müstəqil eləməkdir. Biz vaxtı ilə də hətta konfederal dövlətdə çox razıyıq ki, konfederal dövlət olsun. Çünki birdən-birə pillələri keçmək olmazdı. Sırda bir konfederal dövlət yaransın, müstəqil respublikaların, suveren respublikaların ittifaqı yaransın. Bundan razı deyilik çünki proses yubandı, geçdi. Sovet hökumətində islahatlar yubanır. Qarbaçov islahata başlayanda əgər torpağı xüsusi mülkiyyət kimi cəmaata paylasaydı, indi qıtlıq o səviyyədə olmazdı. Qarbaçov bunu deyəndə, oradan Ligaşov dedi ki, yox, olmaz, kolxozu dağıtmaq olmaz, nə bilim, strukturları dağıtmaq olmaz. İndi gəldilər, məcburi eləyirlər. Amma bu gərək islahat qabaqçadan olaydı. Və Kolun da bir fikri, yaxşı fikirdir. Kol da Qarbaçov haqqında bir şey deyib ki, islahat aparan adam cəsarətli olmalıdır. Qarbaçov çox vaxtdır, cəsarətli addımlar atmır islahatlarda. Axı, bu özü yaxşı deyəcək, bu elə bilməmişəm mənzur da bu deyil. Qorbaçov düzəltmədən yıxdı. Bir şeylər ki, başlamamışdı, heç başlamadan başladı şey etməyə və bu rəvabiti bilmə. Mənim sualım bu ki, sizin bu rəvabitiniz bu dövlətlə, içəri dövlətlə necədir? Aya demokrat hərəkətlərlə rəvabitiniz var, köməklər edirlər, ya diyaloqunuz var? Biləxərə bizim bunlar da gərək özlərini Azərbaycanı bilərlər. Yox, Azərbaycan hökuməti çox seridə ən mühafizəkar hökumətdir və birbaşa Moskvanın sözünə qulaq asır. Moskvada hətta belə deyil. Qarbaçov özü Moskvada onu eləməz ki, Bakıda elətdirir bunların əliyini. Çünki burada bir tərəfdən mafiya güclüdür, bir tərəfdən demək hakimiyyətdə olan partokratiya özünü saxlayır, ona görə saxlaya bilir ki, burada ordu var. Xalq hərəkatı boğulub ordu ilə boğulanda görə ona görə demokratik hərəkət getmir. Demokratik hərəkət getmir, əksinə vaxtı ilə demokratik hərəkətdən bir qədər də zərbə almış, geri çəkilən hakimiyyət bu dəfə fürsətdən istifadə edib tamamilə demokratik hərəkatı boğmaq üçün hər vasitə əl atır. Şərə, tutmağa, həbs elətdirməyə, bütün qanunsuzluqlar, heç bir qanun olmadan. Referendum keçirilirdi burada. Görüş seriyadır. Biz dedik ki, referendumu biz əleyhinəyik. Bunun hamısı bildi. Cəmi 15% adam iştirak edir. Götürdülər, yazdılar ki, 93% iştirak edir. Referendumda Naxçıvan Respublikası 20% çıxıbdır. İndi Naxçıvan Respublikasında dəyişiklik edirlər. İstəyirlər ki, ona getsinlər, hakimiyyəti dəyişdirsinlər, başçıları dəyişdirsinlər və demokratik hərəkatı boğsunlar. Yəni, Respublikada hakimiyyət tamamilə xalqın əleyhinədir və demokratik fikrin əleyhinədir. Hətta biz onlara deyirik ki, yaxşı, Azərbaycan xalq hərəkatının tələbi ilə yox, elə Qarbaçovun qoyduğu tələb ilə islahat aparır. Onu aparmırlar. Yəni, nəyin ki bizim hətta Komünist Partiyasının başqa respublikalarda apardığı islahatları bizdə qoymurlar getməyə. Ona tamamilə zidd məsələlər həll edirlər. Bizdə çox gərgin vəziyyətdir. Yəni, gərgin vəziyyətdir bir tərəfdən seri istəmir ki, Azərbaycan Respublikası bununla aralansın. Çünki çox böyük xam mal mənbəyidir. Mərkəz bunu tam bərk tutur. İkincisi, dövlət aparatımız tamamilə bizə zidd işləyir. Üçüncüsü, hərbi burada hakimiyyətdir. Bilmirsən, buranın hakimi Qarbaçovdur, bilmirsən, Ayaz Mütəllibovdur, bilmirsən, və yaxud komendantdır. Birdən komendant tutur, aparır. Ayaz Mütəllibov deyirsən ki, niyə tuturlar? Deyir, komendant tutur, mən bilmərəm. Halbuki elə olur ki, partiya əmr eləyir, komendant tutur. Komendanta gedib deyirsən, deyir ki, mən kiməm, mən hardan tanıyıram ki, sizin başçılar deməsə, mən tanıyıram ki, Həsən kimdir, Hüseyin kimdir, mərkəzə gəlmişim. Kimi deyilir, mən də onu tuturam. Bax, belə ortada qoyurlar, sonra da deyirlər ki, bax, belə. Buna, yəni, burada vəziyyət çox ağır. Bu vəzi ki, məsələ, bu hökumət görür ki, vəzi nədir olur da Sovyetlərdə. Bəli. Adam o, bilməm, bunlar inanırlar ya, inanmırlar ki, bunlar tökülmək halındadır, dağılmaq halındadır. Yox, onu bilirlər. Onu bilirlər. Birdən ki, partiya, yəni aparat güclənir, bunlar hücuma geçirlər ki, bilmək olmaz, belə çönər birdən. Bunlar ortadadırlar. Gördülər, xalq hərəkatı qüvvətlənir, sonra başlayır. Bizdə xalqın oğlu yox, bizdə xalqla bir yerdəyik, bizdə müstəqillik istəyirik, biz də istəyirik Azərbaycan müstəqil olsun. Elə ki, gördülər ki, hətta bunlar istəyirdilər müstəqil Azərbaycan Komünist Partiyası yaratsınlar. Bir vaxt. Yəni, çıxsan, milli partiya. Yəni, bunu moğulcu görürsün. Bəli, bunlar hamısı dalğanı gözləyir ki, bu dalğanması tərəfə getdiyi, o tərəfə də verirlər. Ona görə bunların siyasəti çox dəyişkəndir.
dəyişkən siyasət. Birdən görürsən ki, xariclə yaxınlaşdılar. Xarici ölkənin hissi ilə əlaqə yaratsınlar. Birdən görürsən Moskva bəlkədən kimi saxlayırlar. O bir an sizə sualım var. İranla Türkiyə ilə Quranın moğiyyəti necə görürsünüz? Cavab etin. Bilirsiniz, burada yenə də bir şey çıxdı. Bu saat Azərbaycanda 3 dövlətin siyasəti var. Siyasəti daha güclü gedir. İran da buradan maraqlanır. Türkiyə də maraqlanır və Moskva da. Digər bir tərəfdən hiss edirəm ki, mən Amerikada burayla maraqlanmağa başlayıb. Artıq 4-cü dövlət kimin arxadan gəlir, amma burayla maraqlanır. Buradakı hadisələri kimsə istəyir ki, onun xeyrini olsun. Çox yəqin ki, burada güclü kəşfiyyat işləyir, böyük pullar səpələnir, atdan adamlar hazırlanır, psixoloji parçalanmalar gedir. Məsələn, belə deyək, çox sadə bir şeydir, əlifba məsələsi. Əlifba məsələsində aydındır. Biz belə fikirləşdik ki, biz Latın əlifbasına keçək. Latın əlifbası müasir dövrdə daha çox işlənir, bütün kompüterlər, dünya texnologiyası bunun üstə gedir. Latın əlifbasında bir vaxtı ilə Azərbaycanda olubdur. O olub ki, başını sözü kəsirən, onda 20 milyon Azərbaycan, Cənubi Azərbaycanın təşrifinə duyulacaq. Axı biz hələ, məsəl üçün, Cənubi Azərbaycanı qoyuruq qırağa. Necə qoyma olar? Qoyaq da, məsəl mənəviyyət lazım, bəli, dünən nə kimin? Kiril əlifbası idi. Və Cənubi Azərbaycan niyə bir səs eləmirdi? İran niyə dinmirdi? İran yox, Cənubi Azərbaycan öyrəşib Kiril əlifbası. O dəyişəndə məcburdur o birisini öyrəşsin. İndi mən sizə deyim, birincisi Cənubi Azərbaycanda siz dediyiniz o xalqın hamısı nə fars əlifbası ilə, ərəb əlifbası ilə savadlıdır, nə kirili ilə o səviyyədə savadlıdır, nə də latınla. Əksinə, Cənubi Azərbaycanın ziyalılarının 90% latını bilirlər. Çünki hamısı Avropada və ingilis dili öyrəniblər, fransız dili öyrənənlər var, alman dili öyrənənlər var. Bunlar Latın əlifbasını bilirlər. Bunlar üçün balaca bir şeydən dəyişməklə Latın əlifbasında... Ziyalardan deyil yoxdur, amma bizim keçəcəyimiz görürsün nə qədər ərəb ədəbiyyatı ilə və ya o xətt ilə bağlıdır. İndi mən sual verirəm, bəli ağa, ola bilsin, amma Cənubi Azərbaycanda mənə bir dənə milli məktəb göstərir. Milli məktəb yoxdur, lap bilsin bu Yapon əlifbasında olsun, istəyir ərəb əlifbasında, istəyir bunun milli məktəbi yoxdursa, bunun hansı əlifbada olmasın, hələ heç bir şeyə daxil yoxdur. Bir şey ki, bu öz dilində kitab oxuyanmır. Qoyaq ki, lap müslüm ərəb əlifbası ilə, axı öz dilində yoxdur, bunun cəmi 3 dənə jurnalı, 44 dənə jurnalı. Bir vaxtı ilə inqilab vaxtı bir 40-a qədər qəzet çıxdı, sonra tutdu, hamısını bağladılar. Və bizim öz dilində bu məktəb oxumursa, öz dilində bunun məktəbi yoxdursa, bunun əlifbanı buna nə daxil var? Mən elə fikirləşdirəm ki, Latın əlifbası olsa, Cənubi Azərbaycanda sürətlə savadlanma gələcək. Cənubi Azərbaycanda da və Şimal Azərbaycana da xeyir eləyəcək. Kiril əlifbası artıq bizim üçün Kiril əlifbasını kimə verir oxumur. Türkiyədən gəlirlər, Avropadan gəlirlər, Kiril əlifbasını göstərən kim deyir, mən bundan baş çıxartmaram. Amma bir Latın əlifbasını alanda, bir baxır adına, dəftərinə baxır, görür ki, bu nə olan şeydir də oxuya bilir. Bax, bu cür görürsən ki, burada demək İranın bu cür marağı var ki, bura nətər olsun ki, ərəb əlifbasında qalsın. Türkiyənin marağı var ki, Latına geçsin. Rusun marağı var, Moskva marağı var ki, Kirildə qalsın. Və hiss edirsən ki, hə, bax, burada biz demək müstəqil deyirik, burada bu 8 milyonluğa yaxın olan bir xalq müxtəlif dünya dövlətlərinin içərisindədir. Və qoymurlar ki, siyasi daxildə olan demokratik hərəkat öz tələbləri əsasında getsin. Bu bizə çox mane olur. Və hətta bəzən bir-birini təqsirləndirirlər. Kim istəyir ki, ərəb əlifbasını istəyirsə yazsın da, deyir ki, sən İran agentisən. Kim istəyir Latın əlifbası yazsın, deyir sən Amerikan agentisən. Kim istəyir Kirildəsən, deyirlər ki, sən Rusun agentisən. Bunun belə xalqı bir-birinə qarşı bu cür adicə bir əlifba ilə parçalanırsa, əlifba hələ bizim millətin tələbidir də, amma bu əlifbada ola bilsin ki, Rusiya çox qazanmır axı. Ermənistan başqa millətdə qazanmır. Amma indi görün, neft məsələsi olanda nə qədər qırğın ola biləcək. Yəni, var dövlət məsələsi olanda, iqtisadiyyat məsələsi olanda gör burada nə qədər gizli əllər işləyəcəkdir. Yəni, bizim hələ taleyimiz çox mürəkkəbdir. Bu öz bunlardan çıxmaq üçün yeganə bir yolu tapırıq. Xalqın fikrini ümumiləşdirmək. Xalqın fikrini bir mərkəzə gətirmək. Mənəviyyətdə. Bəli, mənəviyyatda, mədəniyyətdə. Bizim yeganə, bizim xilas yolumuz orada olub ki, bizim güclü Azərbaycan xalqının da, siz də Azərbaycan güclü bilirsiniz. Azərbaycan xalqının orta əsrlərdən bu zaman üçün çox güclü mədəniyyəti olub. Bu mədəniyyət, bunun əxlaqını formalaşdırıb, psixologiyasını formalaşdırıb. Mən bir Almanın sözünü yadımda saxlamışam kitabdan. Alman alimi deyir ki, bu türkləri, Azərbaycan türkləri, deyir, çox qəribədir, rəhbərləri ilə kəndlisi elə bir eyni məktəbi qutarıblar. Bunu mən öyrəndim, fikirləşdim, bu niyə belə ola bilər? Çünki orta əsrlərdə Azərbaycanda yüzlərlə təkkə var idi.
Sofi təkkələri var idi, mədrəsələr var idi, məscidlər var idi. Burada millət yığışırdı, hamının psixologiyası ümüləşirdi. Bazar var idi, böyük bazarlar. Bazarlarda, yəni bazarın özü insan təfəkkürünün ümüləşməsinə gətirib çıxarırdı. Ona görə Azərbaycan milləti bir böyük mədəni mərhələ keçib. Bu mədəniyyətin hesabına qalıb, yoxsa dağılır. Yəni siyasi hücumların qarşısında o mədəni birliyi, mədəni məfkurəsi ki var, o bunu saxlayır. Yəni demək istəyirsiniz ki, bu mədəni mənəviyyat, ədəbiyyatdan, mənəvi külçatdan, bizim tariximizdən gərək körpülər icad edir. Bəli, onun üstündə sıra siyasi körpülərdə sayılır. Bəli. Biz Məmməd Əmin Rəsulzadənin bu bayrağını biz çox təsvir edirik ki, bu türklük, yəni tariximiz, geçmişimiz, mədəniyyətimiz, bu demokratiya, müasirlik, bu da İslam mədəniyyəti. Bu üçünü biz əgər yaxşı aparsaq, xalqımızı təzədən o mədəni körpünün üstünə gətirsək, biz çox şeylərdən azad ola bilərik.